Reallığın qavrayışı. Daxili xaricdə, xarici daxildə. Biz sonsuzluq aləmindəyik. Çünki bundan sonra baş verən hər şey sonsuzluq aləminin malxutunda baş verir. Oradakı nura münasibətdə heç bir dəyişiklik baş vermir. Və buna görə də başa düşməliyik ki, bütün dəyişikliklər bizdə baş verməlidir. Reallığın qavrayışı da bizdən, bizim daxili xüsusiyyətlərimizdən, aramızdakı əlaqənin ölçüsündən asılıdır və bütün bunlar içəridə, bu malxutun daxilində baş verir. Söhbət ondan getmir ki, yaradanda dəyişikliklər baş versin və biz ona yönəltdiyimiz bütün dualarla güya özümüzü mühakimə edək. Duanın mahiyyəti bu halda necə dəyişəcək? Yəni, elə deyil ki, biz yaradandan onun dəyişməsini xahiş etməliyik. Əksinə, biz özümüzün dəyişməyimizi xahiş etdikdə, bu əbədi və kamil olan ali nura nisbətdə edilən bir xahişdir. Məsələ onda deyil ki, o dəyişsin. Məsələ ondadır ki, biz öz xahişlərimizlə dəyişək və özümüzü başqa cür hiss edək. Və bu xahişlər yalnız özünü eyniləşdirmə, birləşmə, bu ali nura bənzəmə, bizə münasibətdə ali nurun təbiəti olan xeyirxah, xeyir verən xüsusiyyətinə bənzəmə istiqamətində olmalıdır. Yaddan çıxarmaq olmaz ki, bütün dəyişikliklər reallığın bütün qavrayışı, reallığın hiss edilməsi yalnız bizdən, bizdə baş verən dəyişiklikdən asılıdır. Bu məsələlər çox vacibdir. Onlar mahiyyət etibarilə insanın dünyaya, özünə, başqalarına münasibətini müəyyən edir. Yəni, hər şeyin məhz ondan və heç kimdən asılı olmadığını göstərir. Amma o, elə bir vəziyyətdə olur ki, özünü elə dəyişə bilər ki, sanki başqaları dəyişib. Yaxud dəyişməyib. Hər şeyin qavrayışdan, reallığın qavrayışının dəyişməsindən, insanın öz daxilindəki dəyişiklikdən asılıdır. Bu zaman qruplar, yoldaşlarla, ümumiyyətlə hamıya münasibətdə də belədir. Əgər insan hər zaman hər şeyin ondan asılı olduğunu, düzgün münasibəti qoruyub saxlayarsa, həmçinin qrupunu elə qurur, elə təşkil edir ki, bu da ona təsir etsin. Onun ətrafında baş verən bütün dəyişikliklər də əslində onun içində baş verən daxili dəyişikliklərin nəticəsində gerçəkləşən dəyişiklikdir. Və buna görə də o tək, yeganə, vahid, dəyişməz olan yaradanla necə əlaqə qurur? Ondan başqa heç kim yoxdur. O mütləq vermə halındadır. Eyni münasibəti əlbəttə bütün dünyaya və qrupa qarşı da saxlamaq lazımdır. Yalnız ondan asılı olaraq onun daxilində dəyişikliklər baş verə bilər və o, özündə baş verəcəyinə ümid etdiyi dəyişikliklərə uyğun olaraq başqalarını da nə dərəcədə ona yaxın, onu dəstəkləyən hiss edəcək. Beləcə, get-gedə daha çox düzgün mühit formalaşır. Nəhayət o, bütün bunların mahiyyət etibarilə bir böyük arzu olduğunu, bütün bunların ona aid olduğunu və ona elə göründüyünü ki, xarici yox, daxili bir vəziyyətdə olduğunu aşkar edir. Bütün bunlar yalnız onu, onun qavrayış vasitələrini dəyişmək üçündür və onda mahiyyət etibarilə o, hər şeyi elə qavrayır ki, artıq yalnız o tək ali nurun qarşısında dayanmır. Artıq ali nura bənzərlikdədir. Hətta əgər mən
ali nurla birlikdə deyiləmsə belə, yaddan çıxarmaq olmaz ki, insanın bədənindən kənarda yalnız yaradan mövcuddur. Bu asan deyil. Dünyanın mənzərəsi çox çaşdırır. Bütün bu xaricini öz içinə gətirməyə cəhd göstərmək lazımdır. Bu əslində çox yaxşı bir məşqdir. İnsan başa düşəndə ki, ondan kənarda olan hər şey onun daxili xüsusiyyətlərini daha açıq, daha parlaq şəkildə ifadə etmək üçündür. Çünki o, bunu özündə müəyyən etməyib. Bala Sulam Zohar kitabına girişdə yazdığı kimi, bizim daxili xüsusiyyətlərimizi özümüzdən kənarda gördüyümüz üçün nə qədər minnətdar olmalı olduğumuzu və bunun nəticəsində bizdə belə aydın ifadə olunmuş bir forma yarandığını, yəni bütün həyatın xüsusiyyətlərlə, vəziyyətlərlə, hisslərlə axdığını, elə ki, onların hər biri, hətta əvvəllər fikir vermədiyim ən kiçik xüsusiyyət belə məndən kənarda dağ, insanlar qrupu, xalqlar və təbiət xüsusiyyəti kimi açıldığını, bütün bunların cansız, bitki, heyvani və danışan səviyyələri mənim xüsusiyyətlərim olduğunu və əslində bütün reallığın, bütün bəşəriyyətin mənim daxili xüsusiyyətlərim olduğunu, sadəcə mən onları sanki rentgen şəklində özümün hüdudlarından kənarda gördüyümü və buna görə də onlarla birləşmənin sadəcə mənim islahım olduğunu anlayır və belə yolla sanki bu bütün dəyişikliklərdən keçən tək bir insanın daxilində baş vermiş kimi bəşəriyyətin bütün tarixini, insanın bütün xüsusiyyətlərini, bütün qarşılıqlı münasibətləri yenidən yazmaq, təsvir etmək olar. Nəhayət, o yenidən yaradanla birləşmiş insan olur.